Allergiyanın, allergiyanın əmələ gəlməsinin və ondan qurtulmanın bir çox yolları var. İlk növbədə bayaq qeyd etdiyim kimi immunitet sistemini gücləndirməliyik və orqanizmə daxil olan yad cisimləri neytrallaşdırmalıyıq. Orqanizmin yetərincə xeyirli qidalandırıcı məhsullar qəbul etməməsi də allergik reaksiyalara səbəb ola bilər. Bunlardan yəni bunlardan əsas vitaminlər və mikroelementlər aiddir. Bunlardan bir neçəsini sadalaya bilərəm ki, məsələn, vitamin A immuniteti möhkəmləndirir. Həm də infeksiyon xəstəliklərə qarşı qrip, angina, bronxitə qarşı davamlılığı artırır. Aparılan təcrübələrdən məlum olub ki, vitamin A-nın istifadəsi hətta ağır allergik reaksiyalara da kömək edir. Vitamin C isə digər antioksidantların təsirini gücləndirən antioksidantdır. Və alimlərin rəyinə görə bu vitamini qəbul edən insanlar vitamin C defisitlilərə nisbətən daha uzun ömürlü olur. Vitamin Y isə qida allergiyaları zamanı immun funksiyanın pozulmasında məsləhət görülür. Yəni gördüyünüz kimi vitamin A, Y və C bizim üçün çox mühüm olan, çox vacib olan vitaminlərdir. Və bunların da üçünün birləşməsi bizim Navamin məhsulumuzun tərkibində. Bildiyimiz kimi Navaminin tərkibi A, Y və C vitaminindən ibarət. Ona görə də hamımız mütləqdir ki, Navamin qəbul etməliyik. Bundan əlavə, vitamin B6 və B5 bir çox xəstəliklər zamanı iltihab əleyhinə təsir göstərir. Və bir də omega 3 yağ turşuları allergik reaksiyalarda çox gözəl, müsbət təsir göstərən bir yağdır. Bəzən allergiyanı orqanizmdə olan parazitlər də yaradır. Məsələn, bunlardan bir neçəsinin adlarını sadalaya bilərəm ki, askarit qurdu, allergik öskürək, dəri səpkiləri və tənəffüs problemləri yarada bilər. Toxoplama qurdu, immunitet sistemi zəif olan insanlarda allergik reaksiyalar və nevroloji əlamətlər törədə bilər. Exinokok qurdu, bu parazit qaraciyərdə kistalar yaradaraq orqanizmin immun sistemini aktivləşdirə və allergik əlamətlərə səbəb ola bilər. Lyamblia qurdu bağırsaqlarda yaşayan parazitdir. Qarın ağrısı, ishal, dəri qaşıntısı allergiya yarada bilər. Və anisakis qurdu isə çiy balıqdan əsasən yoluxan bir parazit növüdür. Bu parazit də allergik reaksiyalar yarada bilir. Bir də stercoralis qurdu, buna iplik qurdu da deyilir. Allergik səpkilər, xüsusən də ayaq və bədən nahiyəsində səpkilər yaranır. Ayaq öskürək və nəfəs darlığı da yarada bilər. Və allergiyanın bir növü də var ki, buna krapivnitsa deyilir, yəni övrə. Bu da çox təhlükəli bir növüdür allergiyanın. Bu xəstəlik ciddi təhlükə yarada bilər. Bədənin müxtəlif hissələrində səpkilər yaranır. Məsələn, bədənin bir hissəsində yaranır səpki, 5 dəqiqədən sonra orada tamamilə yoxa çıxır, bədənin başqa bir hissəsində yaranır və səpkilər qabarıq şəkildə olur. Şiddətli qaşınma verir. Hətta boğulma da verə bilir insana. Çünki bu xəstəlik yuxarı tənəffüs orqanlarının infeksiyon xəstəliyidir və həm də dərman preparatlarından da bu yarana bilir. Söhbət təbii ki, kimyəvi dərmanlardan gedir. Antibiotik, ağrı kəsicilər çox istifadə edən insanlarda bu hallar rast gəlinir. Və bu da birbaşa qaraciyərlə əlaqəlidir. Mütləq orqanizmi təmizləmək lazımdır. Qaraciyəri təmizləyən məhsullarımız var. Məsələn, Sinxrovital 4, çay nömrə 6, Epam 4, Pirolife və s. məhsullarımız çoxdur. Bu məhsullardan istifadə edərək mütləq
qaraciyəri təmizlənmə etmək lazımdır. Övrə təkcə dəridə deyil, daxili orqanlarda, selikli qişalarda da baş verə bilər. Bronxların selikli qişasını şişirdərək insanı boğa bilər. Məsələn, gecə tutmaları baş verə bilər, hətta uşaqlarda belə boğulmalar, tutmalar ola bilər. Həm panik atak yaradır, həm də sözün əsl mənasında boğulma verə bilər. Bəzən xəstəni itirmək təhlükəsi belə ola bilər. Ona görə də vaxtında tədbir görmək lazımdır. Qaraciyərimizi, bağırsaqlarımızı, mütləq orqanizmi təmizləmək vacibdir hər birimizə. Və bizim gözəl bir məhsulumuz da var. Allergik reaksiyaları aradan qalır, yəni qorunmaq üçün allergiyadan Barak Amarat məhsulumuz. Allergik reaksiyaların qarşısını almaq üçün təbii bitki yağlarına əsaslanan effektiv kompleks şəklində yaradılmış bir məhsuldur. Tərkibində olan maddələr allergiya və iltihabın qarşısını alan təsirli qoruyucu maddələrdən biridir. Orqanizmi dəstəkləyən və müxtəlif virus, göbələk, bakterial infeksiyalara qarşı müqaviməti artıra bilən amin turşuları, mikroelementlər, minerallar, vitaminlər, zülallar, çoxlu doymamış yağ turşularının mənbəyidir. Və biz bayaq qeyd etdim ki, qaraciyəri mütləq təmizləməliyik, təmizlənmə etməliyik. Ümumiyyətlə, qaraciyər orqanizmimizin biokimyəvi laboratoriyasıdır, filtridir. 1 saat ərzində qaraciyərimiz 90 litr qan süzür və qaraciyərdən dəqiqədə təxminən 1 litr yarım qan keçir. Qaraciyərdə bu qanı zərərli maddələrdən, yəni toksinlərdən təmizləyir, qida maddələrini emal edir və bədənə lazım olan bir çox zülal və maddələr sintez edir. Və qaraciyər, yəni qanımızı süzdüyünə görə qanımızın tərkibində olan bakteriyalar, toksinlər yığılaraq qaraciyərdə qalır. Və bu illərlə davam edir, üst-üstə yığılır. Təsəvvür edin ki, belə bir misal götürüm, elə bilin ki, su filtri. Məsələn, su filtrini əgər vaxtında açıb təmizləməsək, orada nə baş verir, nə hal yaranır? Yəni, bizim qaraciyərimiz o vəziyyətdə olur. Biz onu vaxtında təmizləmədiyimizə görə, orada toksinlər, zərərli maddələr yığılaraq bir neçə müddətdən sonra hansısa bir fəsadlar törədir, problem yaradır və yaxud allergiyalar başlayır yaranmağa. Allergiyanın bir növü də var, yəni ağırlaşmış bir növü. Anafilaktik şok adlanır. Bu, çox qısa zamanda bütün orqanları təsiri altına salan reaksiyaya anafilaktik şok deyilir. Saniyələr içində baş verən ciddi və öldürücü allergiya prosesidir. Qan damarlarının keçiriciliyinin artmasına, kiçik qan damarlarında qan dövranının pozulmasına və daxili orqanlarımızın əzələlərinin spazmına və bir sıra digər pozğunluqlara səbəb olur. Qan periferiyada toplanır, qan təzyiqi aşağı düşür, daxili orqanlar və beyin kifayət qədər oksigen almır ki, bu da huşun itirilməsinin əsas səbəbidir. Anafilaktik şok bəzən həşərat sancmasından da baş verir. Həşərat dişlədikdə bədənin allergik reaksiyası verməsinin səbəbi həmin həşəratın ağ suyunda zəhərin və ya digər bədən mayələrində olan yad zülallardır. Və orqanizmimiz çirkli, yəni toksinli olduğuna görə bu kimi hallar baş verir. Buna görə də mütləq hər 6 aydan bir, heç olmasa orqanizmimizi mütləq təmizləmə etməliyik. Məsələn, bəzən elə insanlar var ki, mən özüm də şahidi olmuşam, yəqin ki, siz də rast gəlmisiniz. Uşaq vaxtından, istər uşaq vaxtında, istər yeniyetmə dövründə bu insanda heç bir allergiyası olmur. Yəni, mənim tanıdığım bir xanım da vardı ki, yəni gözümün qabağında böyüyüb, belə deyək,
heç bir allergiyası, heç bir şeye karşı, nə qidaya qarşı, heç bir şeye qarşı allergiyası yox idi. Amma yaşlanandan sonra müəyyən bir yaş 35-40 yaşından sonra bu insanda başlayır allergiyalar. Bu da yəni onu göstərir ki, qaraciyərimiz toksinlə dolur, zərərli maddələrlə dolur və bu başlayır allergiya formasında özünü göstərməyə. Hətta o xanım məsələn heç una yaxın gedə bilmirdi. Çox pis təsir edirdi ona. O qədər asqırırdı, gözündən yaş gəlirdi. Amma halbuki əvvəldən bu insanda belə bir şey olmur. Yəni bu müəyyən yaş dövründən sonra başlayır. O da mütləq əgər qaraciyərimizi, bağırsaqlarımızı təmizləmə proqramı götürsək, yəni bu kimi şeylərdən uzaq ola bilərik, azad ola bilərik. Bu qədər. Əgər liderlərimizin əlavəsi varsa, buyurun. Əlavələr edə bilərsiniz. Kiminsə sualı varsa mövzuya dair buyurub suallarını da verə Mən bilər. də onu demək istəyirdim elə Zahidə xanım. Mövzuya dair kimin sualı varsa zəhmət Bəli. olmasa sualını versin. Vaxtınız xeyir olsun, axşamınız xeyir hamınızı salamlayıram. Axşamınız xeyir. Mənim sualım bundan ibarətdir ki, mən yoxlamışam qanla bağlı olan allergiya yoxdur, şükür Allaha. Amma məndə bədəndə və qolumda müəyyən belə deyək, sızıqlar var. Yəni belə deyək, çizmələr deyirlər, məsələn, belə çiziklər var. Bir də mən həkim dedi ki, bağırsaqla bağlı ola bilər. Mən bunu bağırsaqla yoxlamalıyam, yoxsa yəni mən özümdə bu nömrə 1 çaydan istifadə edirəm bu şeydən, nömrə çaydan birdən istifadə edirəm. Yəni bunu yoxlayıb eləsəm daha yaxşı olur, yoxsa elə istifadə etsəm daha yaxşı olur, mən yoxlamamış. O yəni dedilər, yoxlamamışam bağırsağımda, heç bir yoxlama aparmamışam, amma bədənimdə bu səpkilər var, müəyyən şeydən sonra bu səpkilər yaranır. Yəni bu ağ şəkildə də, ağ formada olur. Yəni bir növ püşkə oxşuyur, belə deyəndə, yəni bu formaya oxşuyur. Yəni bunu yoxlayıb eləsəm də yaxşı olar, yoxsa yəni istifadə edeyim belə. Bir nömrə çaydan amma istifadə edirəm. Yox, tək bir nömrə çay yox. Siz mütləq öz məsləhətçinizlə əlaqə saxlayın. O sizi müayinə eləsin. O sizi müayinə eləyəndən sonra o səbəbini biləcək ki, o səpkilərin səbəbi nədir? Bağırsaqlarla əlaqəlidir, yoxsa qaraciyərinizlə əlaqəlidir? Bunu ancaq müayinədən sonra dəqiq bilmək olar səbəbini. Buyurun, başqa kiminsə sualı varsa mövzuya dair buyura bilər, suallarını verə bilər. Səsim gəlir, axşamınız xeyirli olsun. Axşamınız xeyir. Buyurun. Mənim sualımdan ibarətdir ki, mən dilimdə ki, paralanma, parçalanma kimi var, o səbəbi nə ola bilər? Onun da səbəbləri çox ola bilər. Yəni o təkcə o dilində paralanma var deməklə o biz bilə bilmərik. Onun mütləq müayinə lazımdır. Öz məsləhətçinizə yəni yaxınlaşın. O sizi müayinə eləsin. Qaraciyərdən də ola bilər, başqa səbəblərdən də ola bilər. Ümumi orqanizmi müayinə edəndən sonra, orqanizmlə yaxından tanış olandan sonra bilmək olur ki, orqanizmdə nə problemlər var və bu nəyin nəticəsidir, nəyin göstəricisidir. Əslində daxil heç bir problemim yoxdur, ancaq dilimdə elə bir dənə bəzi adamlarda ödünlə əlaqələndirir. Düzdür, həkimə getməmişəm, o barədə maraqlanmamışam. Ödünlə əlaqələndirirlər. Öllə də ola bilər, qaraciyərlə də əlaqəli ola bilər. Mütləq müayinə olunmalısınız. Çox sağ olun. Zahidə xanım, salam, axşamınız xeyir olsun. Axşamınız xeyir. Mən o dil paralanması dedi qardaş. Mən bir dənə söz deyim. Mənim də yoldaşımda demək dilində elə şeylər var idi, parçalanma var idi. O da həm də çox şəkərli Arifə xanım, üzr istəyirəm, Arifə xanım mövzuya dair. Yəni mövzuya dair.
o dildə parçalanma olanda şey olur. Mədə turşuluğu çox olduğuna görə dildə elə parçalanma olur. Mən onu demək istəyirdim sadəcə. Aha, çox sağ olun. Çox sağ olun. Buyurun, mövzuya aid kiminsə sualı varsa buyursun. Suallar yoxdur. Bir də üzr istəyirəm Zahidə xanım. Buyurun, Mən də sizin dediyiniz kimi o allergiya sonradan olmuşdu. Məndə də 11-12 yaşımdan başlamışdı o allergiyalar. Uşaq vaxtında olmayıb. Sonra məndə o 30 yaşından kimi gəldi, çıxdı. Axır bu Sibir məhsullarını ta qəbul eləyənə qədər məndə o şey var idi. Hər məsələn bir ayda 2 dəfə, 3 dəfə eləcə asqırıqlar tuturdu, allergiyalar tuturdu. Gecələr mən olurdu ki, elə olub ki, 2 gün mən yata bilmirdim. Nəfəs o qədər asqırırdım ki, nəfəs yollarım şişirdi. Çox çətinliklə nəfəs alırdım. Yəni ki, o Sibir məhsulları ancaq bu şeylərin tamamilə məndən yoxa çıxırdı. Hətta mən tozlu yerlərə girəndə, işləyəndə görürəm ki, elə bir şeylər baş vermir məndə. Bu da orqanizmimizin çirkli, toksinli olmasından irəli gəlir. Bəli. Orqanizm təmizlənəndən sonra bütün bu şikayətlər yox olur. Hə, tamamilə gedib çox yaxşıdır. Bizim Sibir məhsulları həqiqətən də çox işləyir, yəni yaxşıdır. Suallar yoxdur deyəsən. Aydan xanım, deyəsən suallar yox. Niyə sağollaşaq onda sual yoxdursa? Necə məsləhət? Sağollaşaq onda. Çox sağ olun Zahidə xanım. Sağ olun. Minnətdarıq. Sağ olun. Siz sağ olun.